İngilis dilində bilmirsən? Bilirəm. Təmiz bilirsən ingilis dilində. Şöyle çirklidir biraz. Necə? Çirklidir biraz. Hə, понятно. Послушай, gör sən nə deyirəm. Sən deyirsən ki, bəğlə mən orada oturdum, diqqətlə qulaq asdım. Deyirsən ki, onu Allah yazmayıb, bir insan yazıbdır. Bəli insan var. Niyə o söz deyirsən ki? Mənə prosta interesindir. Məhəmməd Peyğəmbər yazır. Məhəmməd Peyğəmbər yazıb. Sən Məhəmməd Peyğəmbərə inanırsan, yoxsa Allaha? Mənim inancımın buradan araşdırmaya gətirmiş, başa düşmədim. Heç belə. Yox, çünki bax, gör nə deyirəm. Allah Taala sənə göz verib, əl verib, işıq verib, hər şey verib də düzdür. Sən nəydən narazısan? Bəzilərinə verməyib. Yox, sən nəydən narazısan? Bəzilərinə də verməyib. Allah Taala Bəzilərinə bilir ki, vermədiyinə neyinir. görə narazıyam. Allah Taala bilir neyinir. Sən Allah Taala'nın biliyinə sən girişə bilmərsən. Niyə? Mənə bəs niyə şuur verib? Çünki o bir möcüzə bir insandır. Mənə niyə şuur verib? Niyə verib? Sənə vaxt da veribdir o. Nə vaxt verib? Hər insanın öz vaxtı var. Niyə bə doğulan kimi körpələr ölür? Onlara niyə vaxt vermədi? Mən sənə deyirəm axı, Allah Taala'nın əlində də yaşayır. Onlara niyə vaxt vermədi? Mənə verdi. Yəni mənim nə özəlliyim oldu, o uşağın özəlliyi olmadı. Onu hamısı mələklər fikirləşir. Sən fikir verə bilmərsən ona. Mələklər niyə? Çünki həmişə körpələrin yanında mələklər olur. Niyə? Niyəsini sən bilərsən. Sən ki Allahın kəlmələrini bilən oğlansın. Mən bilmirəm, sən danışsan burada mələklərdir. Niyə mələklər olur, başa düşmədim. Necə yəni sən bilirsən axı Allahın bütün söhbətlərin hamısından danışırsan, eləyirsən amma deyirsən ki Allah deyirsən ki Quran yazmayıbdı. Onu bir ağıllı insan yazıbdı. Hansı insan yazıbdı? Ən belə bilirsənsə deyə bilərsən. Məhəmməd Peyğəmbər yazır. Məhəmməd Peyğəmbər yazıb. O kəlmələri ona kim deyibdi o yazıbdı? Öz başına yazıbdı Məhəmməd Peyğəmbər. Hə? Eniştəyinə kim deyib kitabın yazıb? Eniştəyinin kitabı. Einstein'i dünyaya gətirən kim olubdu? Allah olmayıb. Anası. Hansı şəhərdə yaşayırsan? Gəlirsən bura. Bizə lazım deyil, bizim insanlarımız da var orada. Hansı şəhərdə istəyirsən? Los Angeles'te yaşayır. Çoxdandan yaşayırsan orada. Çox da yaşayır. Gör sənə qardaşım nə deyir? Hər insanın öz vaxtı var. Neyini? Allah sənə can sağlığı, uzun ömür versin. Çörəyi qazan, başını sal aşağı qardaşım. Aha. Mən sənə bunu hamısı təmiz qəlbdən deyirəm. Niyə? Hər şeyin öz vaxtı var. Vaxt gələcək, sən peşman olacaqsın. Nəyə? Dediyin sözlərə. Niyə? Sən ki ağıllısan. Ağıllı adam peşman olmur. Ağıllı adam Bir peşman sözlərə olur. ağılla deyir. Deyirəm də, inşallah deyirəm də, hər şey Allahın əlindədir. Allah sənin əlindən də Hər şey Allah'ın bilər, əlində belə sizin də. uşaqların ölməyin qarşısını alır. Necə? Uşaqların ölməyini niyə qarşısını alır? Mən sənə deyirəm, axı, Allahdan güclüsü yoxdur. Biz Allah dini biz eləyə bilmərik. Biz ona ağıl verə Uşaqların bilmərik. ölməyini niyə qarşısını alır? Mən sənə deyirəm, axı, hər şey Allahın əlindədir. Niyə almır deyirəm qarşısını? Şək gətirmə. Nəyə? Allahın etdiyi işlər. İbadət əlisən? Yox. Bəs niyə dayanmadan dini müdafiə edirsən? Allahı müdafiə edirsən? Çünki Allahı mən sevirəm. Niyə bəd dediklərinə əməl eləmirsən? Nə eləmirəm? Hər şeyi də eləyirəm. Eləyirsən? Əlbəttə ki, eləyirəm. Hansı ayələrə əməl edirsən? Misalsın, ikisini sayalamaq. Mən heç bir Quran açmıram, amma mənim həyatımda, mənim ürəyimdə ondan güclü bir insan yox. O boş söhbətlərdir. Mənim ürəyimdə, mənim dalağımda, mənim ciyərimdə. Boş söhbət deyirəm. Quranın hansı ayələrinə əməl edirsən? Heç birini eləmirəm, mən inanıram ki, o var. Bildimi inansan var. Okey. Yəni sənə heç bir yaxından uzaqdan bir toxunacağı yoxdursa, bir dəqiqə deyəm. Danış şimdi. Heç birinə əməl eləmirsən, sən niyə gəlib burada dini danışsan bayaqdan?
Çünki mən oturdum, baxdım sənin efirə, orada efirdə danışırsan bir başqa bir insan. Necə? Namaz qılırsan? Yox, mən namaz qılmıram. Niyə qılırsan? Niyə qırmım lan? Çünki bu həyatda mən günahkaram. Aha, günahkar ola gəlib başqasına məsləhət verirsən? Yox, mən sənə məsləhət vermirəm. Mən sənə prosto ki deyirəm. Allah var da, hə? Əlbəttə ki var. Cənnət cəhənnəm var da, hə? Əlbəttə ki var. Və niyə ibadət eləmirsən? Hər şeyin deyirəm, axı vaxtı var. Nəyin vaxtı var? 40 neçə yaşın var, 90 yaşında başlayırsan? Hər şeyin öz vaxtı var. Qəlbimdə ələm yoxdur. Nəyin yoxdur? Qəlbində yoxdur. Qəlbində yoxdur, yoxsa vaxtın yoxdur. TikToka girməyə vaxtın var, amma namaz qılmağa vaxtın yoxdur. Yox, qəlbimdə yox. Yox, qəlbimdə yox. Qəlbində deməli Allah'a ayıracaq vaxtın yoxdur, düzdür? Yox, nə üçün Allaha əsas inanıram. Əsas inanmaqdır da. Bax gör nə deyirəm. Mən çox Qulaq as da, əsas inanmaqdır. əlbəttə ki. Yaxşı, mən inanmıram, amma hamısını eləyirəm əməlləri. Namaz da qılıram, ibadət də eləyirəm, zina eləmirəm, durduq yerə kimisə şərləmirəm, qeybət eləmirəm, oruç tuturam, zəkat verirəm, amma Allaha inanmıram. İndi Allaha inanıb heç birini eləməmək yaxşıdır, yoxsa inanmayıb hamısını eləmək yaxşıdır? Eşidirsən, mənim nə günahım varsa hamısını Yəni suala cavab ver, ondan sonra Götür, nə danışalım. Yəni suala Sən cavab ver. dedin, mən sənə qulaq Ayaqdan asım. deyirsən də, deyəndə görsən nə səbirlə danışıram. Bir dənə sualıma cavab ver də. Eşidirəm. Yəni, deyirəm, inanıb heç birini eləməmək yaxşıdır, yoxsa inanmayıb hamısını əməl eləmək yaxşıdır? Bəs mən sənə deyirəm, axı hər şeyin vaxtı var. Nəyin vaxtı var da? Bu nə mənasız cümlədir? Hər şeyin öz vaxtı var. Bu nə mənasız bir şeydir? Yəni, bu nə Əsas mən ona inanıram. Əsas mən inanıram ki, o var. Sənin inanmayın heç nə dəyişmir. Sən inanmağın bizə nə deməkdir? Valideynin sözündən çıxmaq günahdır. Valideynin sözünü dinləməmək günahdır. Valideynin bir şeyinə ah demək, uf demək günahdır. Doğrudurmu? Bunları bilirsən və sənin də valideynin olduğunu bilirsən. Amma valideynin sənə nə deyirsə onun vecini almırsan. Sənin deyir ki, get çörək al, üzvü çövrəsən, geçən domino oynamağa. Valideynin sənə deyir ki, get kreslonu çəkib yana, sən ki, əşki bir dəqiqə deyən dostlarım çağırır, gedirsən. Valideynin deyir ki, zəhmət olmasa gəlmə su tök. Sən deyirsən ki, mən uşaqlarla domino oynamalıyam. Yəni sənin bu saat dini sevməyin, Allahı sevməyin eyni şeyə bərabərdir. O sənin namaza çağır, desən vaxtım yoxdur. O sənin bir şey çağır, desən vaxtı var. O sənin deyir ki, bunu əməl elə, desən əşki, gözdə də işim var hala ki. O sənin filan şey, desən gözdə biraz vaxt keçsin, düzələr. Zamanı gələr. Yəni bu nə məntiqdir? Hansı məntiqə əsaslanaraq belə? Yəni ya Mən sənə deyirəm, baxın mən sənə deyirəm, mən bu həyatda günahkaram. nə edeyim günahkarsan? Sənin günahından mənə nə? Mən indi öz etdiyim günaha görə mən namaz qılmalıyam. Necə fikirləşirsən? Namazın günahı heç bir adəti yoxdur. O vacibatdır. Nə günahı yuyur, nə günahı təmizləyir, nə də cənnətə aparır. O sadəcə vacibatdır. Vacibat sən nədir? Eləməlisən. Eləməliyəm. Yəni, vacibat odur. Yəni bunu eləməlisən. Nə sənin günahının qarşısını alır, nə sənin günahdan heç bir şey aidiyyəti yoxdur. Sadəcə bunu eləməz. Yəni hər gün səhər dursan əl üzvü yuyursan ha. Həyatında nəsə dəyişir əl üzvü yuyanda? Yox. Yəni sadəcə əl üz yumaq vacibdir. Təmiz olmaq üçün. Namaz da eyni bir şeydir. Əlbəttə. Sadəcə vacibdir. Anladın mı bunu? Başqa heç bir şey təmizliyə xeyri yoxdur. Yəni səni cənnətə aparmır, səni nə bilim nə eləmir, heç nə eləmir. Hə. Vaxtı var hər şeyin qardaş. Nəyin vaxtı var axı? Nəyin vaxtı var? Sən 50 yaddaşın itəndən sonra həmd surəni yadında saxlayacaqsan. Mən sənə deyirəm axı hər şey Allahın əlindədir. Ola bilər bəlkə bir dəqiqədən sonra mən öləcəm, hər şey onun əlindədir. Hər şey əlindədir. Hə. Bir dəqiqədən sonra sən öldürəcək. Hər şey ola bilər. Yəni öldürsün də. Yəni yaşamağın nəyisə dəyişir ki. Onsuz da əməllərini istəyir. Mən sənə yenə də deyirəm, mən Allah Taalaya mən şək gətirə bilmərəm. Şək gətirmirsən ki, sadəcə vecib almırsan. Şək gətirsən daha Vecib? çıxır. Yox qardaşım, zindanda olmusan. Ağıllı adam niyə zindanda olsun? Hə? Və sonra Peyğəmbər niyə zindanda olub? Əgər sən belə Allaha inanansan, Quran namaz qılırsansa. Peyğəmbərimiz onların niyə zindanda olub? Şərriyiblər. Nə ediblər? Şərriyiblər. Şərliyiblər, dakızat elə bilərsən, onu şərliyiblər. Oxuduğum odur. Oxuduğun gözünlə görmüsən, yoxsa eşitmisən? Mən Allah'a da görməmişəm. Ay, sağ ol.
Görürsən? Gözündən Zindana hər görmədin. insan. Düzdür? Zindana hər insan düşə bilər. Günahlılar, günahsızdır. Bəli, mən də deyirəm ki, ağıllı. Sən yəqin ki, nəsə səhv eləmə. Nə eləmirsən zindana düşmüsən sən? Sənə belə əgər interes olarsa tək-bətək çıxıb danışarıq. Ehtiyac yoxdur. Əgər bura qoşulmusan, sən bura danış. Mənim səndən tək danışacaq vaxtım yox. Yox, bura oranın yeri deyil. Ümumiyyətlə, mən sənin hər hansı bir həyatın heç bir şey mənə maraqlı deyil. Amma mənə prosta interesim oldu ki, sən nəyə görə deyirsən ki, onu Allah Taala yazmayıb o Qurana. Psixoloji problemlərim var, bəlkə kasıbçılıqdır, nədir səndə, dərdin nədir? Mənim psixoloqum var. Mənim heç bir psixoloqum yoxdur. Allah'a şükür Allahdan. Psixoloji yox. Mən eşidirsən, gör nə deyirəm, mən Allah Taalaya çox sağ ol deyirəm ki, mənə 3 dənə dünyamı nəvə veribdi. Mən varlığım hər şeyimdə odur. Onlar verməyiblər. 2 nəfər evlənib, sadəcə gecə yatıb və lazım olan bir şey eliblər, dünyaya gəlib uşaq. Allah Taala istəməsəydi onu verməzdi, dünyaya gətirməzdi. Allah Taala istəyirdisə, onda onlar evlənmədən dünyaya gələrdi uşaqlar. Şükür Allah'ın köməliyi ilə mənim nəvələrim artıq namaz qılır. Neyniyim? Sən dediyin sözə mən gəlirəm, görürsən? Mən də deyirəm ki, Allah vermirdi onlar. Deyirəm ki, onlar onda Allah versə də evlənmədən uşaq dünyaya gətirərdilər. Sən deyirsən, insanı dünyaya Allah gətirmir. Yox. Sən bunu harada oxumusan belə söz və uverinlisin? Öz IQ səviyyəmə görə deyirəm. Ya sənə məntiq izah edin, biraz məntiqlə necə IQ anlayışı var. Sən qardaşım, sən elə danışsan, sən promo Allaha prediyava eləyirsən, Ayda, yaxşı da, sən kimi əməl, yəni sən nə edirsən də yaxşı, nə ibadət edirsən, heç bir şeyin yerin yoxdur, gəlmirsən müdafiəyə, nəyi müdafiə edirsən? İnanmadığın, əməl eləmədiyin bir şey nəyi müdafiə edirsən? O səni çağırır, sən üzrü çövrü dominoya etsən. O səni çağırır, sən gedir. Yox, eşidirsən, mən azart oyunlarla oynamıram. Mən azartla qumarza... Allah səni çağıranda gedirsən uşağınla oynayırsan, oynamırsan uşağınla. Allah məni çağırmayıb. Allah Taala mənə uca verəndə o. Allah verəndə səni çağırır. Eşidirsən, hər insan öz başına gedib namaz qılmır. Nə söz var? Mən öz başına etmişim. Hər insan deyirəm gedib öz başına namaz qıla bilməz. Onu yadında saxla. Necə olur bəs? O sənin qəlbində yoxdursa, sən əgər yalandan qılırsansa o namaz, o yalandır. Qəlbində yoxdursa nədir? Qəlbləri idarə edən Allah deyildi. Ay sağ ol, bəs mən sənə nə deyirəm? Onda bilərəkdən Allah bəzilərini qəlblərinə salır, bəzilərini qəlblərindən çıxardır. Prinsip eləyir Allah insanlarına.